Bax, birinci olsun, yaxşı, mən də deyirəm. Deməli, həcmləri ayrı-ayrı işarəliyə açılır. Bunun həcminə deyək V1, bu həcmə deyək bir dənə V2, bu həcmə də deyək bir dənə V3. Elə bil bizdən alınan danışır da. Deyir elə bil V1 bölək V2 bölək V3 bərabər olsun buna. V1 bölək V2 bölək V3. Yaxşı. Deməli ki, üçbucaqlı piramidasında alfa və beta müstəviləri oturacağı paralel olmaqla hündürlük 3 bərabər parçaya bölür. Bizim əsas görəcəyimiz iş budur. Bax, hündürlük. Burada da H-dir, burada da H-dir, burada da H-dir. Yəqin ki, neyisirik, lazım deyil onsuz da bizə o. Deyir ki, həcmlərinin nisbətinin belə olduğunu tapçına. Bax, birinci nədən danışıraq? Bax, bu balaca nədir bunun adı? Piramida ilə, bu yekə piramidadan danışıram maşallah. Baxın bir dənə, bax, bu balaca piramidanı görsünüz. Bax, bu piramida ilə, bax, bu piramidanın K-sından danışıram. Deyirəm ki, bununki H-dırsa, yekəninki 2H-dırsa, K-sı bərabər olar nəyə? 2-1-ə, düzdür, K-sı. Əgər həcmlərin nisbətindən danışsam, elə bil yenə də aşağılar, belə deyəm, V1, V2 yazıram. Elə bil yaxşı dedik. V1 bölək, V1 üstə gələk V2-nin həcmi onlar nə? K-nın kubu, yəni 8-1, düzdürmü? Yaxşı. Deməli onda V1-imiz K-dır, V1-imiz K-dır. V2-miz də 8K olsun ki, K olmasına yəni X-dir. V1-ə bir dənə X deyirəm, bu söhbətə görə. Bir dənə X-in üstünə istən X gəlim ki, 8X eləsin, 7X olur. Niyə ki? Söz gedəcəkdir, oradan da nisbət kimi gedəcək. Olsun, nə fərqi var? Tutar, aşılır. Tutarı eyni söhbət. Mən bölüb yazmışam, sən bölməmişdirsən, eyni şey də olsun. İndi yenə bir dənə bu balaca ilə yekədən danışıram. Bax, deməli danışıram bu balacada, bir də böyükdən. Əgər bununki H-dırsa, böyünkü 3H-dırsa, K-sı nə olar bu dəfə? Deməli, bu dəfə olar 3-1. Deməli, 3H aşağıda yazdım, H yuxarıda yazdım, oldu 3-1. Həcmlərin nisbəti, yəni V1 bölünsün, bu dəfə nə? V1 üstə gəl, V2 üstə gəl, V3. Bərabər olacaq bunun kubuna, yəni onların cəmi 8 idisə, 8 üstə nə gəl ki 27 olubdur? 19, nə? X. Getdik cavaba. Bax, V1-i bilirsən, X-dir. V2-ni bilirsən, 7X-dir. V3-ü bilirsən, 19X-dir. Nisbətdə də X-lər gedər 1/7/19, ondan da qutarır. Həqiqətən ispat olundu ki, həcmlərin nisbəti buymuş.